Azərbaycanın ən böyük dövlət bankı, Azərbaycan Beynəlxalq Bankı. ABB 2025-ci ilin sonunda nəqd vəsaitlər və eyni zamanda bloklaşdırılmış vəsaitlərinin 658 milyon 121 min manatını itirib. Bəs yaxşı, bu bloklaşdırılmış nəqd vəsaitə çıxsa, nəqd pul ekvivalentləri bankın əlində olan puldan gedir söhbət. Bəs yaxşı, bu 658 milyon azalmanın fonunda bankın cəmi aktivləri cəmi 2 milyon 40 neçə min manat azalma olub. Bəs yaxşı, bu necə olub? Demək ki, ABB bundan bir çıxış yolu tapıb və verdiyi kreditlərin həcmini artırıb. Verilən kreditlərin həcminin artırılması cəmi aktivlərin cəmi 2 milyon azalmasına səbəb olub. Əslində 2025-ci il ABB üçün çox doğrulu deyə bilmərik, hesab edə bilmərik. Niyə? Çünki biznesmen müştərilər də ABB-də olan vəsaitlərini geri çəkiblər. Və nə az, nə çox. İkinci videoda nə qədər vəsaitdən söz getdiyini biləcəksiniz. İzləmədə qalın.